Ümumiyyətlə geniş müharibə deməzdim, amma hərbi əməliyyatlar, xüsusən də sərhəd zastavalarına hücum, Azərbaycanın hərbi mövqelərinə qarşı təxribat yönümlü atəşkəsi pozmağa yönəlik addımlar gözlənilir. Çünki son müşahidələr göstərir ki, Ermənistan ordusu xüsusən də şərti sərhəd bölgəsində xəndəklər qazmaqla müəyyən ağır texnikaları şərti sərhəddə yaxın ərazilərə yerləşdirməklə müəyyən hazırlıqlar həyata keçir və xüsusən də son həftələr ərzində Ermənistanın Müdafiə Nazirinin, ardınca da Xarici İşlər Nazirinin Hindistana rəsmi səfərləri, iki ölkə arasında hərbi əməkdaşlıq, xüsusən də Hindistan istehsalı olan ağır silahların alınması, bu bir də onu göstərir ki, Ermənistan yalandan üzdə Azərbaycanla sülh danışıqlarının aparılması ilə bağlı müəyyən narrativlər yaysa da, əslində faktiki olaraq ciddi şəkildə silahlanır və ötən gün Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyanın Hindistanın Vion qəzetinə verdiyi açıqlamada açıq şəkildə etiraf elədi ki, Ermənistan nəinki regionda, dünyada Hindistan silahlarını ən çox alan bir ölkədir və bunu həm də Ermənistan-Hindistan münasibətlərinə böyük bir töhfə olaraq qiymətləndirildi və onu da qeyd etməyi öz aləmində unutmadı ki, bu silahlar heç bir üçüncü ölkəyə qarşı yönəlmir. Qəribə bir ziddiyyət yaranır. Ermənistan ciddi şəkildə Hindistandan silahlar alır və bunu heç bir ölkəyə qarşı istifadə etməyəcəyini bəyan edir. Bu təbii ki, absurddur. Ermənistanın xüsusən də son həftələr ərzində şərti sərhəddə aktivliyi və mülki missiya adı altında fəaliyyət göstərən Avropa İttifaqı nümayəndələrinin artıq sərhədin müxtəlif bölgələrində müşahidə missiyası altında müəyyən kəşfiyyat xarakterli fəaliyyətləri bir də onu deməyə əsas verir ki, Ermənistan Azərbaycana qarşı müəyyən təzyiq xarakterli hərbi addımlar ata bilər, müəyyən atəşkəsin pozulması ilə nəticələnən hərbi təxribatlar həyata keçirib. Bu da nədir? Azərbaycanı müəyyən şərtləri qəbul etməyə öz aləmində məcbur etmək. Çünki Ermənistanla Azərbaycan arasında bugün sülh danışıqları üzrə müəyyən təmaslar davam eləyir. Hətta sonuncu dəfə Ermənistan tərəfi müəyyən düzəlişlər və şərtlər irəli sürüb. Qəribə də olsa ondan ibarətdir ki, bu şərtlərdə Ermənistan istəyir ki, Azərbaycan və Ermənistan bir-birlərinə hesabat versinlər. Alınan silahlarla bağlı, müdafiə ilə bağlı. Bəli, silahlara nəzarətlə bağlı. Bu dünyada misli görünməmiş dırnaqarası bir təcrübədir. Necə ola bilər ki, müharibədə qalib tərəf olan Azərbaycan bugün hələ humanistlik nümayiş etdirərək bərabər hüquqlu şəkildə Ermənistanla sülh masasına əyləşib və Ermənistan kapitulyasiya aktinə imza atmış bir tərəf olaraq özündə bu jestdən cəsarətlənib Azərbaycana şərt irəli sürür ki, Azərbaycan bundan sonra alacağın bütün silahları və ya daxildə istehsal edəcəyin bütün silahlarla bağlı mənə məlumat verəcəksən. Bəli, hesabat verəcəksən və bunu balanslı şəkildə həyata keçəcək. Bu, təbii ki, Azərbaycan tərəfindən əsla qəbul edilən deyil. Oysa Azərbaycanın Ermənistana irəli sürdüyü şərtlər tam beynəlxalq hüquqa söykənib. Ermənistanın konstitusiyasında Azərbaycana, Türkiyəyə qarşı ərazi iddiaları var. Onların aradan qaldırılması və bunun üçün referendumun keçirilməsi və Azərbaycana qarşı hər hansı ərazi iddialarından vaz keçilməsi məsələsi. Bu məsələdə Ermənistan sözdə açıqlamalar versə də hələ ki bir real addım atılmayıb və görünür ki, bugün ABŞ-Rusiya yaxınlaşması, xüsusən də Ukrayna məsələsi üzərində Vaşinqtonla Moskva arasında bir yaxınlaşma var. Bu, Ermənistanın son illər yürütdüyü siyasətin suya düşdüyünü bir daha göstərir və artıq Ermənistan rəhbərliyi, Paşinyan iqtidarı Rusiya ilə yumşaq siyasət yürütməyə cəhd eləyirlər. Çünki Ukrayna müharibəsi bitdikdən sonra, yəni ən azından atəşkəs elan etdikdən sonra Rusiyanın diqqəti yenidən Cənubi Qafqaza yönələcək. Bu qaçılmazdır və son illər Nikol Paşinyan iqtidarının anti-Rusiya siyasətinə bir cavab olaraq Rusiyanın müəyyən addımlar atacağı gözlənilir. Belə olan halda Ermənistan artıq ABŞ-dan əvvəlki dəstəyi ala bilməyəcək. Avropa İttifaqındakı əsas dəstəkçisi olan Fransanın da bugün ABŞ-la münasibətləri ürək açan deyil. Belə olan halda Fransadan da yetərincə dəstək alması mümkün deyil və İran faktoru var. İranla Ermənistan arasında bugün üçün əlaqələr yüksək səviyyədə olsa da, amma İranın bombalanması, İrana qarşı hərbi əməliyyatlar gündəmdədir və nəzərə alsaq ki, Trumpın
danışıqlar təklifi ali dini lider Xameyni tərəfindən rədd edildi. Belə olan halda Vaşinqton İrana qarşı müəyyən hərbi əməliyyatlar keçirməsinə qərar verə bilər və burada da Ermənistan ciddi şəkildə istifadə oluna bilər. Çünki Ermənistanda yerləşən ABŞ səfiri dünyanın ən böyük səfirliyidir. Orada kəşfiyyatçılar, hərbiçilər var və İran bugün artıq narahatlığını gizlədə bilmir ki, İrana qarşı hərbi əməliyyatlar zamanı ABŞ Ermənistan ərazisindən istifadə edə bilərmi? Təsadüf deyil ki, İran Dövlət kanalına verdiyi açıqlamasında Paşinyana İranlı jurnalist bu haqda da suallar verib. İran faktoru üzərindən də məsələyə yanaşsaq, bugün Ermənistan çox çətin vəziyyətdədir və xüsusən də bugün Bakıda məhkəməsi davam edən Ermənistan vətəndaşları üzərindən Ermənistan cəmiyyətində ciddi bir təzyiq var, ajitaj var. Hər gün verilən açıqlamalar və o müharibə cinayətlərinin etirafı Ermənistan cəmiyyətində belə bir etiraza səbəb olub ki, necə ola bilər ki, Ermənistan hakimiyyəti, Ermənistan dövləti həmin erməni əsilli şəxslərin azadlığa buraxılması üçün Bakıya heç bir təzyiq göstərə bilmir. Azərbaycanda keçirilən bu məhkəmədə hər gün Ermənistanın o müharibə cinayətləri faktlarla ifşa olunur. Bunun sonu artıq məhkəmə qərarının çıxarılması, beynəlxalq səviyyədə Ermənistana qarşı təzminat ödənilməsi məsələsi ola bilər və bugün Ermənistandakı o revanşist şəxslər var ki, onların da adları bu məhkəmə prosesində çəkilir, onların da Ermənistandan istənilməsi məsələsi gündəmə gələ bilər. Bütün bu prosesləri sistemləşdirsək, Ermənistan yaxın həftələr ərzində Azərbaycana qarşı müəyyən bir, yəni mən geniş müharibə deməzdim, nə o cəsarət, nə o potensial yoxdur. Amma hərbi addımlar, hərbi müdaxilələr, hücumlar etməklə regiondakı bu vəziyyəti dəyişmək, yenidən beynəlxalq ictimaiyyətin, xüsusən də Rusiyanın, ABŞ-ın diqqətini Cənubi Qafqaza çəkmək və bu təxribatda da Azərbaycanı ittiham etmək istəyirlər.